Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqa Subtropik Safxozarlıların ərazidə belə bir həyət evini çıxıb satışa 3 otaq bir mətbəxdən ibarətdir. Evin torpağın çıxarışı var, qeydiyyata düşmək olur və əşyalar qalır. İlk başlanğıc qiymət 60 min reallıq olası ev sahibi tərəfindən endirim olunacaq. Onun nəzərinizə çatdıraq ki, hər iki tərəfdən qapısı var. Bu giriş hissəsini təqdim edək sizlərə. Yəni qapını dəyişib böyük qapı qoymaq olur. Marşrut tam qapının ağzından keçir yəni. Göstər qardaşım zəhmət olmasa. Qapını dəyişib böyük qapı qoymaq olur. Və ondan əlavə qarajı var. Böyük bir qarajı var. Qaraj hissəsini sizlərə təqdim edək. Qaraj hissəsini göstər zəhmət olmasa. Və qarajın üstündə böyük bir çardağı var və belə 3 maşın da qaraja rahat daxil olur. Və keçək bu hissəni də göstərək sizlərə. Burada da eyni qayda ilə bir dənə qapısı var. Yəni kim istəsə bunu da dəyişə bilər. Dəyişib böyük qapı qoysa elə burada da maşın daxil olur demək olar ki. Burada da əlavə bir otağımız var. Sanuzel həyətdədir. Bağlıqla qapını yayılmış bir otaq buradadır və sanuzeli göstərək və sonra keçək evin içərisini sizlərə göstərək. Və nəzərinizə çatdıraq ki, kanalları tam var, qaz, su, işıq xətlərinə qədər var. Mətbəxə 2 giriş var. Bir buradan giriş var, bir evin içərisindən giriş var. İnşallah evin içərisinə daxil olar, evin içərisində sizlərə təqdim edeyim. Qardaşım, həmən bir dənə buranı göstərək, o izlərimiz tam rahat bir şəkildə izləsinlər. Və keçək evin içərisini göstərək sizlərə. Burada da bir otaq var, keçidlər var yəni. Buranın zalını göstərək. Kamera sistemi var, fikir verin. Kamera sistemi, ev yəni dördüncü tərəfdən kamera sistemidir. Burada böyük bir zaldır. Zalını göstərək sizlərə. Fikir verin. Sonra burada da bir otağımız var. Otaqlar hamısı demək olar ki, apşırtqa iləndir. Divar və belə deyək, patologları. Və buradakı otağı göstər, bu otaq da böyük otaqdır. Otağa da o tərəfdən də bu tərəfdən, hər iki tərəfdən bir çıxış var. Mətbəxə də eyni qayda ilə. Və mətbəxində göstərirsə, evdə nə varsa əşyalar hamısı qalır, yəni evdən əşya götürülməyəcək. Mətbəxi də böyükdür, kiçik mətbəx deyil. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Məşləqa Subtropik Safxozarlıların ərazidədir. 3 otaq bir mətbəxdən ibarətdir. Kommunallar var, evin torpağın çıxarışı var, qiymət 60 min manat. Səhifəmizi ilə Məşləqamla görmüş əməkdaşlar və rəhbərliyə sizlərdən təşəkkürümüzü bildirik.